Salam aleykum, xoş gördük değerli dostlar, değerli izləyicilər. Bu günləri Binə qəsəbəsində sizləri asfalt yola yaxın, Xəyallar Adasının düz yaxınlığında xəyallarınızı gerçəkləşdirən mükəmməl 6 sot həyətin içində 170 kvadratlıq həyət evimiz satışa çıxıbdır. Değerli dostlar, değerli izləyicilər, axıra qədər izləyin, kanalı bəyənib abunə olmağı da unutmayın. Bu arada bu evi bəyənib almaq istəyənlər əvvəlcədən deyirəm. Ayşə xanımın əlaqə nömrəsi 055 570 96 40 Və Rövşən bəyin əlaqə nömrələri 051 558 08 28. Evin təqdimatı Ayşə xanımda, həyət baza isə bizdədir değerli dostlarım. Evimizin qiyməti də gəldikdirsə bu boyda mal, mülk. Resmen bura qoyulan xərcin qiyməti bugünkü günü 90 mindir. Evin satış qiyməti 55 mindir. Əlim yanında da təcili satılır. Real alıcılara 55 mindən endirim olacaq ha ev yəsə. Olar. Endirimimiz də var. Pilusdakı değerli dostlar, Binə qəsəbəsində yeni açılmış Qaraquzu restoranına gəlib orada kabab yeməyi də unutmayın. Super antiqa rayondan, kətdən gəlmə şirəli çorbalar, balıqlar, kabablar, hər növdə yeməklər sizi gözləyir. Gəlin indi isə keçək həyətimizin təqdimatına. Evimizin burada şambosu hazır vəziyyətdə qazılıb değerli dostlar. Çox dərindir. Deyirəm ki, ömürlük kanalizasiya sistemidir. Evimiz dediğim kimi 175 kvadratlı, altı betondur. Gördüğünüz kimi üst kəmər sərgəli betondur. Profesyonellər hamısı qalınlarındandır. Şifer en bahalısından alınıbdır. İnternet sayğacı düz qapısında, işıq sayğacı qapısında, qaz yeri hamısı qapısındadır değerli dostlar. Bağa baxçıya da söz yoxdur da. Yəni meyvə, alma, bunlar bizim bağda. Meyvələrdən 3 meyvə var, 3'ü də balam yeməli. Yəni hər bir şey öz vaxtında. Evimizin qabaq tərəfində obyekt nəzəriyyəsində olaraq bir dənə balaca bir yer tikilibdir. Qabaq tərəfdən qapısı da var. Su çənimiz var. Həyətimizdə xeyli qızlaşımız var. Dostlar, evimizin rahat bir formada arkasına keçmək olur. Daşlar da ki, hamısı standart daşlardır. Simentləri hamısı 400-500 marka simentlərlə örülübdür. Təxsis tikilirdir. Evə söz yoxdur. Dostlar, istəyirəm sizə evin yan tərəfini də göstərir. Rahat bir formada 2 metrəlik arka tərəf yan hissədən yerimiz var. 2 metre. Çox səliqəli yerdir. Baza baxçıya da söz yoxdur. Yəni burada ürəyin istəyəni ək, becər həyətinin peyninə kimi var da, yəni hazır peynə qədər hazır qoyulubdur. Gəlin buraya inşallah. Gəlin buraya belə dostlar. Allah verdi suyu. Bu dövlət suyu deyil, Allah verdi suyu daimidir. 7-24 saat suyu toka taxırsan, pastayandır, güllə kimi yanı suyu var. Həyətinin bax ağzı, bu beyindir, səb torpağa, nə bilim, burada da banan da əksən bitər yanı ki, bax onu deyim biləsiniz değerli dostlarım. Bak her bir şeyde bak iddiamına kimi yazılır, her şeyi alıp koyuptur, hiç de götürülmür. Bir ədədi 700 manata fıstıq qapılarına kimi hamısı hazırdır. İndi niyə Yaşıl xanım? Keçək təqdimata evin təqdimatına. Buyurun inşallah, söz sizdə. Salam değerli YouTube izleyicilerimiz ve her birinizi hoş gördük bu güzel günde. İlk önce ben isterim ki tabii ki evin süslemesinden başlayalım. Ondan sonra evimizin içine tarafı o şekilde göstererek buyurun gelin Rövşən bəy. Buyurun Ayşıl xanım. Kapısına kadar demir kapıdan istifade olur. O hazırda bağlıdır bura. Zəhmət olmasa. Aça bilərik. Dostlar, ona qədər mən sizə deyim ki, evimizin kürsüsü, yani hündür kürsüdür. Ayşə xanım, siz bir dənə qapının yanında durun. Elə qapı sizdən hündürdür. Ben boyum 1.61'dir. Hakikaten de boy verendir. Ben size inandırım ki en belə deyim, material olarak her bir şeyden keyfiyyətisindən istifadə olunur. Ən yaxşısı, ən keyfiyyətindən. En yaxşısı, en gözəlindən təbii ki. Yan tərəfi də göstəreyim bu arada. Bugünləri hava küləkli, ona əlaqədar biraz üzürlü sayasınız. Gözümü aça bilmirəm. Evin içində sakit danışacaq, çölü belə deyim də, bax digər aradan gördüyünüz kimi dostlar 1 metrdə bax bu aradan məsafəsi var, 2 metr arxa tərəfindəndir. Bəli.
Onlar problem yoxdur. İndi qoy qardaş da şey yazsın. Evin çornukatı var. Bax dostlar, evin çornukatı. Tam içərdən də sizlərə göstərəcəm bu tamamilə. Tadım. Değerli izleyicilerimiz, dediğim gibi bak görmüş olduğunuz bu zirzemi insan boyu kadar, hatta ben boyum bilirəm 1.61'dir. Yani bana boy verir. Girmenize ihtiyaç yoktur Rövşən bəy. Mən hələ gəzə də İçerisi bilərəm çok polunu. hündürdür. Buyurun keçin. Yəni otaqların hamısına burada xod var. Her birine. Bütün otaqların hamısına qəşəng də armaturdan vurulubdur. Altın atmalarda hamısı qalın atmalardır. Her bir şey etraflı şekilde zaten görünür. Mən gəlirəm işə. Keçək evin içinə inşallah. Bismillahirrahmanirrahim. Ya Allahın adı. Bax burada da qəşəng gül çiçək əkmək üçün belə bir yeri də var. Ve bunu da değerli izleyicilerimiz Balkon. deyər ki evimizin eyvanına kadar bak buranı çok geçen təmir edip rahat bir şekilde oturup dincəlməyiniz için hem həyət bacanınız var hem bak böyle güzel bir eyvanınız var ve evimiz 11 daş köksünün üstündedir. Bunu da size üstüne basa basa diyeyim. İçeri girişte bakın geniş dəhlizimiz var ve tavan hündür götürülüb. Evin atma pollarına kadar her bir şey var. Sadece bunları çevirip təmir eləmək lazımdır. İçinin təmiri qalıb. Bir de bağ-bağçaya baxım lazımdır. Bax bura bizim eyvanımız. Ora bizim mətbəx hissəmiz Rövşən bəy. Yox, bura mətbəxdə, mətbəx oranı demişdilər. Aha. Amma istəyən olsa buranı mətbəx eləmək olar. Yəni, çünki ayaq tərəfdə olduğu üçün mən elə zənn etdim ki, bura mətbəxdir. Mən də elə bayaq zənn eləmişdim, amma deyir desk otaq kimi buranı nəzərə almışıq, amma Çox qəşəng. istəyən olsa mətbəx eləmək olar. Onda mən anladım ki, mətbəx buranı deyil. Zənn ediblər. Yəni. Bəli, buranı mətbəx kimi götürüblər. Çox Bura böyükdür. hə, Çünki yeri doldurub, yeri buranı istifol eləyib, bəli. Üçün çox qəşəngdir, avantajlıdır. Keçdik digər otaqlarımıza. Buyurun gəlin, zəhmət olmasa. Bura bizim böyük geniş yataq otağımız. Bizim beylər üçün nəzərdə tutulmuş geniş olan yataq otağımızdır, dəyərli izləyicilərimiz və çox mükəmməldir həqiqətən də. Sözün tək mənasıyla çox mükəmməldir. İşin çox faizi görülüb evin faizi içində. görülüb, gözü bir iş qaldı evin içində. Və burada bizim sanitar qovşağımız da ayrı-ayrılıqda. Görürsünüz ayaq yolu üçün sanuzir üçün Hamam nəzərdə üçün adlarını, tutulub. ayaq Bəli. yolu üçün. Və burada bizim görmüş olduğumuz kimi dəyərli izləyicilərimiz zalımızdır. Ay maşallah. Genişli, işıqlıdır. Həqiqətən də belə deyək də qoyulan qiymətin, yəni dəyəri çox aşağıdır. Həqiqətən də. Yəni dəyərindən aşağı qiymətə satır. Məncə bu bir fürsətdir, bu bir lotereyadır. Bunu qaçırmayın. Əlaqə saxlayın, gəlin. Paş düşdü 50% valla qiymətindən aşağı verir. Bəli. Çünki hər bir şey burada gördüyümüz kimi detalların hamısı çox super işlənibdir. Yəni betonu olsun, evin kəməri olsun, hamısı. Mən əlaqə nömrələrini təkrarlayıram. 051 88 08 28. Ayşun xanımın əlaqə nömrəsi 055 570 96 40. Buyurun gəlin. Süs kimi oldun Ayşun. Qaranlıq düşürük otaq özdə.